metrolarda, avtobuslarda kimsə kitab oxuyanda, kimsə kitab mütaliə edəndə özümə də maraqlı gəlir ki, görəsən hansı kitab oxuyub, bir növ özüm də həvəsə düşürəm. Həqiqətən adamı ləzzət eləyir. Dini kitab oxumaq belə, mütaliə eləmək özü də bir elmdir. Çalışın ki, bu elmlə məşğul olun. Çalışın ki, özünüzü bir şeyə öyrəşdirin. Məsələn üçün baxırsan ki, əgər Azərbaycanda internet kəsilsə, insanların bir çoxu zombi kimi olacaq. Yəni bilməyəcəklər ki, nə işlə məşğul olsunlar, nə etsinlər, nə iş görsünlər. Məsələn, insanlara heç nə maraqlı olmayacaq. Bəzi insanlar görürsən ki, internet olmayanda sıxılır, daralır, ürəyi partlayır ki, ay Allah, bu internet yoxdur. Bu internet olsaydı, məsələn, filan kəslə danışardım. İnsan öz-özünə maraq oyatmalıdır, nəyəsə məşğuliyyəti olmalıdır. Bütün gün sosial şəbəkədə girib baxmamalıdır. Yəni insan özünə vaxt ayırmalıdır. Bəzi insanlar var, Allahın otururlar bütün gün sosial şəbəkələr izləyirlər, başqa əllərinin iş gəlmir. İnsanlar danışanda bəzən çətinlik çəkirlər, əziyyət çəkirlər, fikirləri düzgün eləyə bilmirlər, fikirləri düzgün izah eləyə bilmirlər, düzgün danışa bilmirlər. İnsanların təhlili yoxdur. Baxırsan, görürsən ki, insanları danışığı, insanların söz bazası yoxdur. Yəni bəzən uşaq kimi danışırlar. Böyük insanlar uşaq kimi danışır. Həqiqətən də kitab oxumamaq bu vəziyyətə gəlib çatdırır. Ona görə çalışın ki, kitablar oxuyun. Allah əmanət, özünüzə yaxşı baxın.